Bakının Qaradağ rayonu Umbakı qəsəbəsində körpünün uçması nəqliyyat vasitələrinin keçməsində çətinlik yaradıb. Referensas xəbər verir ki, bu avtomobil körpüsü Umbakı qəsəbəsi ilə paytaxt Bakını əlaqələndirən yeganə avtomobil yolunun üzərində yerləşir. Son vaxtlar yağan güclü yağışlardan sonra körpü uçmuşdu və qəsəbə ilə paytaxt Bakının əlaqəsi kəsilib. Sonradan yağan güclü yağışdan sonra isə həmin körpü tam şəkildə uçaraq tamamilə yararsız vəziyyətə düşüb. Aidiyyatı qurumlar tərəfindən qəsəbə ilə şəhər mərkəzinin əlaqəsini bərpa etmək məqsədi ilə çayın üzərində müvəqqəti yol çəkilib. Yağan güclü yağışdan sonra həmin yol da tam şəkildə yuyulub və qəsəbə ilə şəhər mərkəzinin əlaqəsi yenidən kəsilib. Hazırda aidiyyatı qurumlar tərəfindən müvəqqəti yol bərpa olunub, lakin bərpa olunan bu yoldan nəqliyyat vasitələrinin keçməsində hələ də çətinlik yaranır.